Cırtdanın nağılı. Biri vardı, biri yoxdu. Bir qarı vardı. Bu qarının balaca bir nəvəsi vardı. Nəvə o qədər balaca idi ki, ona cırtdan deyirdilər. Bir gün cırtdan gördü ki, qonşu uşaqları meşəyə oduna gedirlər. Gəlib nənəsinə dedi: "Ay nənə, uşaqlarla oduna mən də gedəcəyəm." Qarı uşaqları çağırıb hərəsinə bir parça yağ yaxmacı verdi. Cırtdan da onlara tapşırdı. Yolda cırtdan özünü yerə vurub getmədi. Yoldaşları dedilər: "Ay cırtdan, niyə gəlmirsən?" Cırtdan dedi: "Nənəm məni sizə tapşırıb. Məni dalınıza alıb aparın." Yoldaşları onu növbə ilə dallarını alıb meşəyə gətirdilər. Uşaqlar başladılar odun yığmağa. Gördülər ki, cırtdan yığmır. Dedilər: "Ay cırtdan, sən niyə odun yığmırsan?" Cırtdan cavab verdi: "Nənəm məni sizə tapşırıb. Mənə də yığın." Uşaqlar ona da odun yığdılar. Sonra hər kəs öz odununu şələ bağlayıb dalına aldı. Gördülər cırtdan oturub baxır. Ona dedilər: "Ay cırtdan, sən niyə odununu götürmürsən?" Cırtdan cavab verdi: "Nənəm məni sizə tapşırıb, mənim odunumu da götürün." Uşaqlar əlacsız qalıb onun da odununu dallarına götürdülər. Biraz yol gedəndən sonra gördülər ki, cırtdan geridə qalıb, ağlayır. Dedilər: "Ay cırtdan, niyə ağlayırsan?" Cırtdan cavab verdi: "Yorulmuşam. Nənəm sizə yağ yaxmacı verdi." Yoldaşları onun sözünü ağzında qoydular. Onlardan biri cırtdana acıqlandı: "Pis öyrənərsən. Daha sən damımızı götürən deyilik." Cırtdan əlacsız qalıb yoldaşlarının dalınca getməyə başladı. Onlar bir xeyli getdikdən sonra axşam oldu. Qaranlıq qovuşdu, yolu azdılar. Meşədən çıxanda gördülər ki, bir tərəfdən işıq gəlir, o biri tərəfdə itirir. Uşaqlardan biri dedi: "İşıq gələn tərəfə gedək." O biri dedi: "Yox, itirən tərəfə gedək." Bilmədilər hansı tərəfə getsinlər. Axırda cırtdandan soruşdular: "Ay cırtdan, itirən tərəfə gedək yoxsa işıq gələn tərəfə?" Cırtdan cavab verdi: "İtirən tərəfə getsə it bizi qapar. İşıq gələn tərəfə gedək. Bəlkə yol tapa bildik." Uşaqlar işıq gələn tərəfə gedib bir divin evinə çıxdılar. Div onları görəndə sevinib öz-özünə dedi: "Yaxşı oldu, gecə onları bir-bir yeyərəm." Uşaqlara biraz çörək verib yedirdib yatırtdı. Gecədən biraz keçəndən sonra div uşaqların birini yemək istədi. Uşaqların yatıb yatmadığını bilmək üçün dedi: "Kim yatıb, kim oyaq?" Bu sözü eşidəndə cırtdan tez başını qaldırıb dilləndi: "Hamı yatıb, cırtdan oyaq." Div soruşdu: "Cırtdan, niyə yatmırsan?" Cırtdan dedi: "Nənəm mənə hər gecə qayğanaq bişirərdi, yedirdib yatırardı." Div qalxdı, tez qayğanaq bişirib cırtdanı yedirtdi ki, bəlkə yatsın. Biraz keçəndən sonra div yenə soruşdu: "Kim yatıb, kim oyaq?" Yenə cırtdan başını qaldırıb dedi: "Hamı yatıb, cırtdan oyaq." Div soruşdu: "Cırtdan, indi niyə yatmırsan?" "Hər gecə nənəm mənə çaydan xəlbirlə su gətirərdi." Div ayağa qalxdı, bir xəlbir götürüb çaydan su gətirməyə getdi. Cırtdan da tez yoldaşlarını oyadıb dedi: "Bu div bizi yemək istəyir. Qalxın qaçaq." Uşaqlar tez qalxdılar, qaçıb çaydan keçdilər. Bu tərəfdən div nə qədər xəlbiri suya salıb qaldırsa da, gördü ki, xəlbirdə su qalmır. Axırda təngə gəlib qayıtmaq istəyəndə bir də gördü ki, uşaqlar çayın o tərəfindən gedirlər. İstədi sudan keçib uşaqların dalıyca düşsün, amma keçə bilmədi. Axırda onları səslədi: "Ay uşaqlar, sudan necə keçdiniz?" Cırtdan tez cavab verdi: "Get bir dənə dəyirman daşı tap, boynuna keçir, özünü suya at. Onda keçərsən." Div cırtdanın sözünə inandı. Gedib bir dəyirman daşı tapıb boynuna keçirtdi. Özünü suya atdı, suda boğulub öldü.